Ölkəmizdə artıq 4 ildir ki, icbari tibbi sığorta tətbiq olunur. Getdikcə onun əhatə etdiyi tibbi xidmətlərin sayı artsa da, tələbat yüksək olduğundan bəzən xəstəxanalarda növbələr yaranır. Bəzən isə hər hansı bir xidmətdən istifadə etmək üçün gözləmək də lazım gəlir. Özəl tibb müəssisələrində isə qiymətlər kifayət qədər yüksəkdir. Bu halda könüllü tibbi sığorta ağla gəlir. Könüllü və icbari sığortanın fərqi nədədir? Könüllü sığortanın hansı üstünlükləri var? Ətraflı sujetdə. Bugün ölkədəki bir neçə sığorta şirkəti könüllü tibbi sığorta xidmətləri təklif edir. Daha çox korporativ, yəni şirkətlərə yönələn paketlər təqdim olunsa da, fərdi olaraq şəxslər də könüllü tibbi sığorta etdirə bilərlər. Buraya stasionar, təcili, ambulator yardım, reanimasiya, fizioterapiya və bir çox hallarda dərman təminatı, eləcə də digər xidmətlər daxildir. Azərbaycan Sığortaçılar Assosiasiyası yanında Araşdırma və İnkişaf Mərkəzinin rəhbəri Pərviz Quliyev deyir ki, əslində əhatə edilən xidmətlərə görə icbari tibbi sığorta daha geniş təminata malikdir. Son illərdə bu təminata ağır cərrahi əməliyyatlar da daxil edilib, amma könüllü tibbi sığortanın da bir sıra üstünlükləri var. Könüllü tibbi sığortanın icbari tibbi sığortadan əsas fərqləndirən cəhət ondan ibarətdir ki, burada təqdim olunan xidmətlər bütövlükdə özəl klinikalarda, özəl tibbi müəssisələrdə baş verir və bundan faydalanan sığortalılar həm vaxt itkisi burada yoxdur, çox operativ şəkildə həmin deməli sığorta şirkətlərinə müraciət etdikdə onlar o müraciəti qeydiyyata alırlar və lazım olan tibbi müəssisələrə yönləndirirlər. Pərviz Quliyev bildirir ki, hazırda təqdim olunan könüllü tibbi sığortanın korporativ paketləri daha ucuz başa gəlir. Bir çox iri şirkətlər öz əməkdaşları üçün bu təminatı əldə edir. Fiziki şəxslər özləri könüllü sığorta etdirdikdə isə nisbətən baha olsa da bundan faydalanan az deyil. Qiymətə isə təsir edən müxtəlif amillər var. Tibbi sığortada əsas deməli qiymətə təsir edən amillərdən biri sığortalının yaşıdır. Və burada təxminən qiymətlər 600-800 min manat civarında dəyişir və eyni zamanda orada həmin paketin içərisində olan xidmətlərin sayından asılı olaraq, məsələn, bundan öncə qeyd etdiyim ağır cərrahi əməliyyatlarının paketdə qeyd olunması və yaxud da ki, məsələn, fərqli check-up müayinələri, fərqli digər prosedurların olması təbii ki, qiymətə təsir edəcək. Sığorta şirkətləri adətən bu ödənişi il ərzində hissəli şəkildə ödəmə imkanı yaradır. Qeyd edək ki, ölkəmizdə vətəndaşların icbari və könüllü tibbi sığorta arasında seçim etmə imkanı yoxdur. Yəni, könüllü olaraq tibbi sığortadan yararlanan insanlar eyni zamanda icbari tibbi sığorta haqqını da ödəməlidirlər. İcbari tibbi sığorta işçilərin əmək haqqından avtomatik tutulur. Təqaüdçülər, işsizlər, uşaqlar və imtiyazlı kateqoriyaya aid digər şəxslər icbari tibbi sığorta haqqı ödəməkdən azaddılar. Rasim Məmmədov, Şəkərnaz Şahəliyeva, Dəfə Şəhlai, İqtisadi Zona.